Hazırda dana ətinin qiyməti 15 manat, qoyun ətinin qiyməti isə 20 manat ətrafındadır. Qiymətlərə təsir edən bir çox amillər var. Qəssablardan heç bir şey asılı deyil. Nələr ucuz olsa, nabarat bizim üçün xeyirdir. Biri var, birinə 2 kilo satasan, biri var 5 kilo satasan. Yol xərci gəlir bəs əlbəttə ki, onun saxlanması var, onun kəsilməsi var, onun burada kəsənə qədər yemlənməyi var. Hamısı hesabda gəlir üstünə. Bilirsən, bu saat heyvan heç elə çox saxlamağa da maraq cəmaatda da alınmır. Çünki xeyir hələ qalmır deyə. Səbəb otudur, yemidir, ondan nə bilim belə deyək də, yəni ancaq odur, otdur, yemdir, çox bahadır. Bu ikinci də ki, hələ bu dəqiqənə ki, tam da ki, mal artımına çox elə bir ki, başlanılmayıb. Ətin qiymətinin yüksək olması məsələsi bugün Milli Məclisdə müzakirə edilib. Millət vəkili Tahir Rızayevin fikrincə körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur. 7-8 kiloqramlıq quzuların, körpə danaların kütləvi kəsimi və bazağa çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Təhlillər göstərir ki, orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8000 ton itki deməkdir. Bizdə çəkim kəsisi normadan nəinki ki, hətta çox vaxt 9-10 kiloqram azdır. Qardaş Türkiyədə və digər ölkələrdə olduğu kimi bizdə də heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması və həddi pozanlar üçün cərimələrin tətbiq olunması yaxşı olar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu məsələ ilə bağlı çağırış edir. Agentlik belə heyvanların erkən kəsilməsinin sağlamlıq üçün mənfi təsirlərinin olduğunu bildirir. Erkən kəsim heyvanların cinsinin azalmasına da təsir edir. Respublikamızda bir sıra qoyun cinsləri mövcuddur ki, mütləq bunun damazlıq genofondunun qorunub saxlanması da bir zərurətdir. Və 3-4 aylıqda quzu kəsildikdə onların hələ heç hansı bir damazlıq keyfiyyəti ortaya çıxmır və seleksiya aparmaq üçün hər hansı bir əsas yaranmır. Və xüsusi olaraq dişi heyvanların, dişi quzuların bu yaşda kəsilməsi ölkədə qoyunçuluğun, xüsusən ayrı-ayrı cinslər üzrə olan qoyun cinslərinin inkişaf elətdirilməsinə ciddi şəkildə mənfi təsir göstərir. Buna görə də Qida Təhlükəsizliyi Agentliyi heyvanların kəsilməsi zamanı qoyulan xüsusi tələblərə riayət etməyi tövsiyə edir.